Yeni gələn məsləhətçini struktura necə qeydiyyat edirik? Öncə Google Chrome-a daxil oluruq və kimin strukturuna qeydiyyat edəcəksə, favoritlik axtarışa veririk. Daha sonra kimin strukturuna qeydiyyat edəcəksə, həmin insanın kodunu, alıcı nömrəsini və açarını daxil edirik. Həmin məsləhətçinin kodunu yazdıq, daxil oluruq. Daha sonra burada yuxarıda şəxsi kabinetdən qeydiyyat sözünün üzərinə vururuq və başlayırıq məsləhətçini qeydiyyat etməyə. Deməli, doğum tarixi yazırıq. Daha sonra cinsiyyətini burada mütləq yazırıq. Daha sonra telefon nömrəsini əlavə edirik. Azərbaycan seçirik. Daha sonra isə burada ünvanını qeyd edirik. Biz Bakını seçəcəyik, çünki məsləhətçi Bakıda yaşayır. Bakını seçirik. Məsləhətçiniz hansısa rayonda yaşayırsa, rayonu da seçə bilərsiniz. Burada ev nömrəsi yazırıq. Daha sonra burada isə kod sözünü təşkil edirik. Və burada kod sözünə ürəyiniz istəyəni yaza bilərsiniz. Daha sonra yadda saxla sözünü vururuq. Yadda saxla sözünü vurduqdan sonra belə bir səhifə açılır. Burada yoxlanır. Daha sonra isə təkrar yadda saxla sözünü vururuq. Artıq məsləhətçi qeydiyyatdan keçdi. Gələn açarı daxil edirik və kodu təsdiq edirik.